Salam uşaqlar. Deməli, bugün OTK-nın 2026-cı ildə keçirdiyi sınaqdan bir nümunədir. Gəlin bunu izah edək. Deməli, deyir ki, en sayda iç-içə çəkilmiş 8 bucaqlının təpələri şəkildəki kimi birləşdirməklə alınan qrafın qonşuluq matrisindəki sıfırların sayını tapın. Uşaqlar, düşünün ki, 8 bucaqlı var, hamısını da üst-üstə yığmısınız. Və biz bilirik ki, bir təpə, 2 təpə, 3, 4, 5, 6, 7, 8. 8 dənə təpə var və en sayda dediyi üçün 8 en yazıram. Və qonşuluq matrisi dediyi üçün burada həm sıfırların, həm birlərin sayıdır. 0 nədir, 1 nədir desəz, misal üçün, əgər A ilə B arasında əlaqə varsa, yəni xətt varsa, bu 1 deməkdir. Əgər xətt yoxdursa, 0 deməkdir. Və mən ona görə qonşuluq matrisi dediyi üçün bunu 8-i vururam 8-ə. Bu məsəl üçün 1-in sayıdır, bu da sıfırların sayıdır, ümumidir. Elədir 64 n-in kvadratı. Bunu tapdım ümumi say. Və bizdə hər təpədən, məsəl üçün, hər təpədən bir xətt çıxır. A təpəsindən bir xətt çıxır, misal üçün. B təpəsindən bir xətt çıxır. Ona görə də ümumi mənim 8 təpəm var və en sayda dediyi üçün yazaram burada 8 n dənə xətt. Yəni 8 n dənə birlər. Və bayaq dedik ki, bunlar üst-üstə yığılıbdır. Düşünün ki, qat-qat formasındadır, yəni üst-üstə yığılıb. Deməli, birinci qatla ikinci qatı, gəlin rəngli eləyək, daha maraqlı olsun. Birinci qatla ikinci qatı bir xətt birləşdirir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə xətt var. 2, 4, 6, 8 dənə xətt var uşaqlar. Deməli, birinci qatla ikinci qatı 8 dənə xətt birləşdirir. İkinci ilə üçüncünü də 8 dənə xətt birləşdirir. Belə deyim də, elə bir qatlar arasındakı uyğunluq belədir. N minus 1. Desəz ki, müəllim, niyə? Bayaq dedik ki, birinci qatla ikinci qatı bir xətt birləşdirir. İkinci qatla üçüncü qatı da bir xətt birləşdirir. Yəni, burada neçə qat oldu? 1, 2, 3. 3 qata belə deyim, neçə xətt birləşdirdi? 2. Burada da en sayda qat dediyi üçün, ona görə də, yəni üst-üstə qoyulmuş 8 bucaqlı dediyi üçün n minus 1 yazıram. Və 8 dənə təpə olduğu üçün bunu da vuraram 8-ə. Elədi. 8 n minus 8 dənə birlər. İndi ümumi birlərin sayını istəsə 8n üstə gəlsin. 8n minus 8. Bu da elədir 16n minus 8. Və burada bizdə sırf deməyibdir, məsəl üçün, bu təpədən bu təpəyə istiqamət. Yəni, istiqamətsizdir bu qraf, bu xəttlər. İstiqamətsiz olduğu üçün A-dan, misal üçün, bu A olsa, bu B olsa, A-dan B-yə də yol ola bilər, B-dən A-ya da yol ola bilər. Yəni, iki istiqamətli yol olduğu üçün, ona görə biz tapdığımız birləri vurmalıyıq 2-yə. Neçə eləyir? 32 n minus 16. Deməli, 32 n minus 16 dənə birlər var. Bəs mənim ümumi həm 0, həm 1 say neçə idi? 64 n kvadratı. Deməli, 64 n kvadratından da çıxaram 32 n minus 16-nı. Cavab alınır. Elə bir ki, bu ümumi 0 birlərin sayı. Bu isə, burada həm 0 var, həm 1 var. Burada da 1 var. Yəni, çıxanda normal olaraq sıfırların sayı qalır. Yəni, 64 n-in kvadratı minus 32 n plus 16. Cavab oldu burada E variantı.